Hamıya salamlar. Bugünlər sizə 6 günlükdə bir məktəb günümü göstərəcəm. İndi hal-hazırda saat 7:32-dir. Bu günləri bizdə məktəb 8:45-də başlayır, amma qalan günlər ancaq 8-də başlayır. Sadəcə birinci günlər saat 8:45-də olur və 2 həftə dərsə gedirəm. Təbii ki, hər kəs 2 həftə dərsə getmir. Məktəbdən məktəbə dəyişilir. Bəzən həftədə 2 dəfə gelirsən, bəzən belə mənim kimi 2 həftə gedirsən, belə də olur. Məktəbdən məktəbə dəyişilir. İndi sizə birazdan məktəbə gedəndən sonra nə olur, bunları göstərəcəm. Məktəbimizi göstərəcəm. Bu deməkdir ki, peşə məktəbi mərkəzi. Buradan da məktəbə gedirik. Ala bilərsiniz. Burada da kafe maşınımız var. Hər şeydə 50 sent. Hər yanda olduğu kimi burada da təbii ki zibilləri ayırırıq. Məktəbdə, evdə, ümumiyyətlə Almaniyada ayırmaq məcburiyyəti var. Qapımızdan girişik olmayan bufetimiz. Bir dənə normal bufet tapanmadıq da burada. Deməli, biz dərsə gələndə bizə iPad verirlər. Bunu göstərim. iPad verirlər oxumağa. Burada sinif otağıdır. İndi də boş oturmuşuq. Məndə nəsə iş var. Özümüz burada tapşırıq verirlər, onu eləməliyik. Burada da özüm üçün pauza eləyirəm. Pauzamız 45 dəqiqə olur. 45 dəqiqə özüm üçün otururam, biraz nələrsə baxıram. Ya da tapşırıq varsa onu eləyirəm. Burada ümumiyyətlə hər dildə danışan var. Vietnamlılar daha çoxdular. Məktəbdə, yəni Almaniyada məktəbə, peşə məktəbinə gəlsəz demərsiniz ki, bura Alman məktəbidir. Əksinə Vietnamlılar çoxdur. Yanımda məsələn Marokkodan gələn ərəb var, Hindistanlı var. Yəni demək, hər ölkədən gələn insanlar tapa bilərsiniz. Məktəbə gəlmək çox vacibdir. Özünüzə aid olan qanunları öyrənirsiniz. Öz haqlarınızı öyrənirsiniz, bilirsiniz. Bunlar hamısı vacib şeylərdir. Yəni məktəbdə demək olar ki, bütün açıb aid olanlar qayda qanunu məktəbdə öyrənirsiniz. Alman diliniz ona görə yaxşı olmalıdır ki, başa düşəsiniz, imtahanı keçə biləsiniz. Artıq saat 17:05-dir. Mən indi evə gedirəm, avtobusdayam. Birinci günlər həqiqətən də çox yorucu olur. Saat 16:00 kimi məktəbdə oluram. Ondan sonra da avtobus 16:40-da gəlir, onu gözləyirəm.